Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya'i ve seyyidil murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu qavli. Amma ba'd. Muhterem kardeşler, Allah'a hamd olsun, şükürler olsun tüm nimetlerine. İlk önce öz nəfsimə, sonra da sizlərə Allah Subhanahu wa Ta'ala'dan layiqincə qorxmağı tövsiyə edirəm. Həqiqətən Allah qorxusu hər bir xeyrin açarıdır, başlanğıcıdır. Necə ki Rabbimiz Quran-ı Kərimdə buyurur ki: "Və-təzəvvədu fe-inne xeyra-zâdi-t-təqva." Təqvanı artırın, azüqəni artırın. Həqiqətən ən xeyirli azüqə təqvadır, Allah qorxusudur. Və istəyərdim ki, bir ayət kəriməni xatırladım öz nəfsimə, sonra da sizlərə. Allah Subhanahu wa Ta'ala Haşr surəsində buyurur ki: "Ya eyyuhellezine amenuttaqullaha." Ey iman gətirənlər, Allahdan qorxun. "Vel tanzur nefsun ma qaddamat ligadin. Vettaqullah. İnnallaha xabirun bima ta'malun." Rabbimiz buyurur ki, ey iman gətirənlər, Allahdan qorxun. "Vel tanzur nefsun ma qaddamat ligadin." Baxın, görün, nəfsiniz sabah üçün nə hazırlayıb? Yəni, qiyamət günü üçün nə hazırlayıb? Və sonra Rabbimiz buyurur ki, "Vettaqullah." Allahdan qorxun. "İnnallaha xabirun bima ta'malun." Həqiqətən Allah sizin etdiklərinizdən xəbərdardır. Möhtərəm qardaşlar, bu ayət kərimə həqiqətən bizlərə böyük bir dərs verir ki, Rabbimiz bizlərə qəflətdən ayılaraq düşünməyə çağırır ki, nəfsiniz sabah üçün nə hazırlayın? Yəni, qiyamət günü üçün nə hazırlayın? Bir gün Allah Resulü sallallahu aleyhi və səlləmin yanına bir kişi gəlir və deyir ki, ey Allah Resulü sallallahu aleyhi və səlləm, mətəs-sə'a? Yəni, qiyamət nə vaxtdır? Yəni, qiyamət saatı nə vaxtdır? Nə vaxt qopacaq qiyamət? Allah Resulü sallallahu aleyhi və səlləm ona gözəl bir cavab verir. Deyir ki, "Məzə ə'dədtə ləhə?" Deyir, sən ona nə hazırladın? Sən baxma o nə vaxt olacaq, necə olacaq? Ona gözəl bir cavab verir ki, deyir, sən ona nə hazırladın? Nə hazırlıq gördün? Nə azüqə yığdın? Ona görə baxmalıyıq ki, nə yığmışıq? Hər zaman, hər gün insan nəfsinə bir, yatmamışdan öncə nəfsinə bir xatırlatma etməlidir. Görən, bugün nə qazandım? Ahirət üçün nə yığdın? Necə ki, bu dünyanı insan nəsə əldə etdiyi zaman sevinir və o gününü uğurlu sayır. Deyir ki, bugün nəsə əldə etdim, qazandım dünyadan, dünya malından. Və eyni zamanda da mümin, əsl mümin hər gün yatmadan öncə baxmalıdır ki, nə qazanıb? Ahirəti üçün hansı bir hazırlığı görüb? Hansı bir əməlinin üzərinə gətirib? Çünki insan hər gün nəfsini hesaba çəkməlidir. Hesaba çəkməliyik ki, nəfsimizə düzən verək. Çünki nəfs hər zaman pislikləri əmr edir, möhtərəm qardaşlar. Necə ki, Yusuf surəsində Allah Subhanahu wa Ta'ala nəfsimiz haqqında buyurur ki, "İnnən nəfsə ləəmmaratun bis-su." Həqiqətən nəfs hər zaman pis işləri təşviq edir insana. Hər zaman pisliklərə çağırır. Heç zaman sənə yaxşılıq etməyi, xeyir işlər görməyi təşviq etmir. Hər zaman pisliklərə çağırır. Ona görə bu nəfsi tərbiyə etməliyik hər gün və onu hesaba çəkməliyik. Allah Subhanahu wa Ta'ala bizlərə gözəl şəkildə nəfsimizi hesaba çəkməyə müvəffəq etsin. Allah Subhanahu wa Ta'ala hər birimizi bu ayət kərimədən eşidib faydalanlardan etsin. Allah Subhanahu wa Ta'ala hər birimizi dini üzərində sabit etsin. Çünki burada ayət kəlməyə başladığı zaman Rəbbimiz buyurdu ki, ey iman gətirənlər Allahdan qorxun. Çünki təqva da bütün xeyirlərə bir açardır. Çünki insan o sifəti əldə etdiyi zaman onda artıq bütün günahlarda təqvanı qarşısına qoyur. Təqva nədir? Allahla günahlar arasına sədd çəkmək.
Artıq təqva, nəyə görə təqva buyurulur? Çünki o olduğu zaman bütün insanın əməllərinə təsir edir. Allah hər birimizi bağışlasın. Rəbbimiz bizləri eşidib faydalanlarını etsin. Sallallahu aleyhi və səlləm alə nəbiyyina və həbibina.